6000 ziyana düşmək istəməyənlər mütləq bu videonu sona qədər izləyin, baxın və paylaşın. Təzə zavod Çin avtomobili BYD bu dəfə isə alıcıya hansı problemlərin olacağını göstərir. Təriflədiyiniz maşın qardaş, bax, baterkasına bax. Bir dənə latoqa düşsən, elə bir 6000 manat səndədir. Çək o. Təriflədiyiniz maşınlar qardaş. Hələ maşın Allah Məhəmməd edib, xodlanmayıb, kuruş yerindən paslanıb. Buranın deşiyi multi dolu sudur 100%. Pinlərə da bax, bunlara bax. Görsən? Bu akkumulyatorun içi %100 sudur ha, göldür. Mən bunu bu dəqiqə maşını atdan çıxardıb da çölə atıram. Yəni bu maşın atda bunu saxlamaq olmaz. Mən nə saxlaya bilmərəm, nə də sən, nə də bu maşın yiyəsi özü. Bu altında bunun alışsa maşın qarışıq hər yeri yandıracaq.